Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu rayonlar, bölgələr. Nəyi araşdırıblar? Özdə necə biliblər ki, bu ailədə uşaqlar 5-dən artıqdır, müavinəti 5 uşaqlı valideynlərə müavinət verilir axı, daha çox, daha başqalarına müqayisədə. Rəsmi statistikaya görə 2026-cı ilin əvvəlində Azərbaycanda 5-dən çox uşağı olan 13.167 qadına sosial müavinət təyin olunub. Bu kateqoriya üzrə hər nəfərə düşən orta aylıq sosial müavinət 140 manatdır. Dövlət Statistika Komitəsinin məlumatları əsasında ölkədə 5-dən çox uşağı olan qadınların ən çox və ən az yaşadığı rayonları, eləcə də bütün rayonlar üzrə göstəriciləri təqdim olunub. Ən çox 5-dən çox uşaqlı qadınlar bu şəhər və rayonlardadır. Adları göstərilib. Yevlax rayonu birinci yerdə dayanıb. Yəni o başçılıq edir. Burada 3271 nəfər, yəni ana var ki, onun 5-dən artıq övladı var, sosial müavinət alır. Sonraki yerlərdə isə Bakı şəhərində 5720 nəfər, Astara rayonunda 542 nəfər, Cəlilabad rayonunda 460 nəfər, Şamaxı rayonunda 390 nəfər, Bərdə rayonunda 357 nəfər, Yardımlı rayonunda 307 nəfər, Sumqayıt şəhərində 305 nəfər, Xəzər rayonunda 278 nəfər, Aşırı rayonunda 272 nəfərdir ki, bunlar 5 uşağa görə müavinət alırlar. Maraqlıdır, Bakının rayonlarında necədir onlarda da, amma yəni 5-dən artıq uşaqları olan var. Maraqlıdır ki, var. Bəli, paytaxt üzrə ümumilikdə 1720 nəfər ana, 5-dən artıq onların uşağı var. Onlar da yəni qeydiyyatdadır, həm də müavinət alırlar. Xəzər rayonu 278 nəfər, Sabunçuda 275 nəfər, Suraxanı rayonunda 256 nəfər, Qaradağ rayonunda 186 nəfər, Binəqədidə 153, Yasamalda 110, Xətayidə 109, Nərimanov rayonunda 90, Nəsimidə 89, Nizami 85, Səbail 67, Pirəllahi 22. Məsələn, Səbail mərkəzidə, Bakının mərkəzi. Hələ burada yaxşıdır ki, 67 uşaq var. Nəsim rayonunda 89. Yəni digər rayonlarla müqayisədə burada uşaqlar az dünyaya gəlir. Ən az 5-dən çox az uşağı olan qadınlar da var ki, onlar var. Xocalıda, Naftalında, Zəngilanda, Culfada 10 nəfər, Xocavənddə 11 nəfər, Kəngərlidə 15 nəfər, Şuşada 18 nəfər, Ordubadda 19 nəfər, Pirallahda 22 nəfər, Babəkdə 31 nəfər uşaqları, yəni 5-dən aşağı olan uşaqları var. Allah analarımıza, elə atalarımıza da can sağlığı versin.